Salam, xoş gördük. Yenidən sizinlə həmçə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Dərin analiz edəcəm ki, pul insanı xoşbəxt edirmi? Təbii ki, insanların fikirləri iki qrupa bölünür bu mövzuda. Biri deyir ki, bəli, xoşbəxt edir, biri deyir ki, xeyr, pulla xoşbəxtlik olmaz. İkisi də həm doğru deyir, həm yalan deyir. İzah edəcəm nəyə görə. Birincisi, əgər söhbət insanın baza ehtiyaclarından gedirsə, yəni həyatda qalmaq, təhlükəsizliyini təmin eləmək, qidalanmadır, yəni əgər biz insanıqsa, əyin baş almaqdır, normal evimizdə şəraitimizin olması, qaz, elektrik, su bunlardır, tibbi xidmətdən istifadə eləməkdir. Bəli, bu baxımdan pulun olması insanı xoşbəxt edir. Əksinə olmayanda insan xroniki stresdə olur və bədbəxt olur. Gəlir ikinci etap. Nisbətən daha keyfiyyətli həyat. Deyək ki, köhnə maşında onu təzə maşınla əvəz edirsən, avtomobillə. Deyək ki, ildə bir neçə dəfə tətilə çıxırsan. Deyək ki, özünə ayrıca bir həyat evi alırsan, daha komfortlu həyat tərzi keçirmək üçün. Bir sözlə, hər bir şeyin bir qədər keyfiyyətlisi. Bu durumda da bəli, pul insanı xoşbəxt edir. İndi gəlirik üçüncü hala. Pul artıqlığı var və pulları yığmağa başlayırsan, amma bilmirsən onu nəyə xərcləmək. Bu durumda artıq pul insanı çox az xoşbəxt edir. Onun insanı xoşbəxt etməsi azalmağa başlayır. Belə bir halda insanın xoşbəxt olması üçün əlavə şeylər lazımdır. Yəni, insanın birinci yerdə sağlamlığı gəlir. Əgər sağlamlıq yoxdursa, pul nə qədər çoxsa insan xoşbəxt ola bilmir. İkincisi, həyatın anlamı axtarışında olmaq. İnsan həyatın anlamını tapa bilmirsə, bu da insanın xoşbəxtçiliyinə mane olur. Yəni, həyatın anlamını tapırsa, bununla bərabər insanın xoşbəxtçiliyinə bu da kömək edir. Üçüncüsü, insanlarla münasibətinin keyfiyyətliyindən söhbət gedir. Bu sferada da normallıq varsa, istər sevgili, istər qonşu, istər ana-övlad münasibətləri, hər kəs daxildir bura, iş yoldaşları da. O zaman nədir? İnsanı xoşbəxt edir. Yəni, nəticə etibarilə pulun artıqlığı olanda xoşbəxtliyi təkcə pul müəyyən eləmir. İnsanın sağlamlığı müəyyən edir, insanlarla münasibəti müəyyən edir, bir də ki, həyatın anlamı müəyyən edir. Bu üçü normal deyilsə və yaxud da onlardan hər hansından ikisi normal deyilsə və yaxud da biri normal deyilsə, artıq insan xoşbəxt olmamağa başlayır. Və bir də məsələ burasındadır ki, pul artıq olduğunda xoşbəxtliyi əsas təyin edən kriteriya pulu necə və hara xərcləməyindir. Əgər anlıq zövqlərə həddindən artıq çox pul xərclənirsə, deyək ki, qızlardır və yaxud da içki məclisləridir, əyləncələrdir, bəzi insanlar maddə bağımlısı olur, hətta ona verilən pullardır. Yəni, bunlar anlıq insanı xoşbəxt edir və bunları sona qədər davam elətdirmək mümkün deyil. Yəni, uzun müddət davam elətdirmək insanı, deyək ki, anlamsızlığa aparır. Bir telefon, bir başqa telefon model, bir başqa model telefon. Yox, o birisini aldım, özümü daha yaxşı hiss elədim. Yeni iPhone 18, iPhone 19, iPhone 20 anlıq zövqlər verir, lakin bu anlamsızlığa aparır, çıxardır. Amma biri də var ki, pul artıq olduqda, deyək ki, məktəb açdırırsan, universitetlər tikdirirsən, xeyriyyəçilik edirsən, yəni həqiqi xeyriyyəçilikdən söhbət gedir, özünü insanlara göstərmək üçün yox. Öz fərdi inkişafına sərf edirsən, yəni bitməyən, tükənməyən şeylərə kapital qoyursan, o zaman insanın xoşbəxtçiliyini bu da müəyyən edir. İndi bütün bunları hamısından belə bir nəticə çıxır. Pul insanı xoşbəxt edirmi? Sualının cavabı budur. Həm hə, həm də yox. İzah elədiyim səbəblərə görə. Amma burada bir şey qeyd eləmək istəyirəm ki, o baza ehtiyaclarının olması %100
lazımdır. O olmasa, o birinci bənd. İnsan 100% o pulun yoxluğunda bədbəxt olur. Diqqətinizə görə minnətdaram. Sağ olun.